Demək olar ki, suallar oxşuyurlar bir-birlərinə 4-cü qrupla 1-ci qrupda. Amma bəzi dəyişikliklər var. Deməli, birinci sualda sükunət vəziyyətinə hərəkətə başlayan velosipedçi düz xəttli bərabər yeyinləşən hərəkət edərək 120 metr məsafə qət edir. Sərf olunan zaman ikinci yarısına gedilən yolu hesablayan. Bərabər yeyinləşən hərəkətdə zamanın ikinci yarısına gedilən yol ümumi yolun 4-cü hissəsinə bərabərdir. 4-cü vururuq 120-yə, olacaq 90 metr. Birinci yarısına gedilən yolsa 4-də 1 isə bərabərdir. Yavaşlayanda isə tamamilə əksin olur. Oldu B variantı. İkincidə avtomobil spidometrin göstərişinə əsasən onun sürətini müəyyən edin. Baxaq uşaqlar. Birincisi bir bölgün qiymətini təyin edək. 80-dən çıxırıq 60-ı. Bölürük aralarındakı boşluqların sayına 1, 2, 3, 4-ə. Deməli 20 bölü 4 oldu 5. Deməli hər bölgü 5-dir. Deməli bu olacaq 65. Bu da olacaq 70. Amma təxminən 70-in üzərindədir. Və bunun üzərinə biz plus minus edib mütləq xətanı gəlməyə lazımdır. Mütləq xətanı tapanda isə aldığınız bir bölgünün yarısını götürürsünüz. Yəni 5 bölünsün 2-dən olacaq 2,5. 70 plus minus 2,5 A variantı. 3. Çim düz xətt üzrə A nöqtəsindən B-yə, sonra isə yarım çeviri üzrə hərəkət edir. C nöqtəsindən bütün yola 50 saniyə vaxt sərf edir. Çimin yola V1, yer dəyişməyə V2 orta sürətini hesablayın. Deməli, yola görə orta sürət tapılarkən yol tapılıb zamana bölünəcək. Yer dəyişməyə görə orta sürət tapılarkən də yer dəyişmə tapılıb zamana bölünməlidir. V orta 1, V orta 2 də olsun yer dəyişməyə görə orta sürət. İndi uşaqlar baxaq. Yola görə orta sürət həqiqi getdiyimiz məsafədir. Yəni nə getmişik hamısı tapılmalıdır. Gördüyünüz kimi 300 metr A-dan B-yə, B-dən C isə yarım çevrəni gedib. Ümumilikdə çevrənin uzunluğu 2 pi olarsa yarım çevrə olacaq 2 pi bölünsün ki. Deməli gedilən yol 300 üstə gəlinsin 2 pi-nin yarısı, yəni pi bərabərdir pi 3-dür. R isə 50-də olacaq 150. Oldu deməli yol 450 metr. Aha, indi yer dəyişməni tapaq. Yer dəyişmə isə başlanğıc ilə son nöqtəni birləşdirən istiqamətlənmiş düz xətt parçasıdır. Yer dəyişmə tapılarkən A-dan C-yə olan düz xəttin uzunluğu götürülməlidir. Yəni vektorun uzunluğu götürülməlidir. A-dan C kimi, A-dan B-yə 300 metrdir. B-dən C olan düz xətt isə bizə verir diametr. Yəni 50 burada, 50 də burada olduğuna görə 50, 50. Bu da oldu 100. Deməli, gedilən yer dəyişmə 400 metrə bərabərdir. 400 metr. İndi bizdən istəyir sürətləri. Sürət tapanda yolun yerinə deməli yazacaq biz 450. Zamanı verib 50 saniyə. Olacaq 450 bölünsün 50. Bu oldu 9 metr böl saniyə. Yer dəyişmədə isə yerinə yer dəyişməni 400 yazırıq. 400 bölünsün 50-dən. Bu da olacaq 8 metr bölünsün saniyə. D variantı. Daha sonra 4 nömrəli tapşırıqda 2 cisim T bərabər 0 anında qarşı-qarşı düz xəttli bərabər sürətdə hərəkətə başlayır. Görüşənə qədər birinci cisim nə qədər yol gedər? Birincisi gəlin bunların görüşmə zamanını tapaq. Deməli uşaqlar, görüşmə zamanı tapılarkən koordinatlar bərabərləşdirilməlidir. Mütləq x1 bərabər x2. Birincinin hərəkət tənliyi x0 üstə gəlinsin. Vx1 vurulsun T. İkincinin hərəkət tənlisi x02 üstə gəlinsin. Vx2 vurulsun T olacaq. Deməli, T'lər indi çünki görüşmə zamanından danışırıq. Bura 0-dır. 0-dan başlayıb o nöqtəsini 0 qəbul edək. İkincinin isə x0 olacaq 1200. Birincinin sürətli x oxu istiqamətindən olacaq. Üstə gəlinsin 10T müsbətdir. İkincinin hərəkət tənliyi 1200-dən başlayır. Başlanğıc koordinatı. Və sürət mənfi olduğuna görə, x oxunun əksi olduğuna görə yasız çıxılsın 20T. 20T-ni sol tərəfə keçirsək olacaq 10T üstə gəlir 20T-dən 30T. 30T bərabər 1200. Aha, buradan deməli taparıq ki, T də bərabərdir 40 saniyə. Deməli, bunlar 40 saniyədən sonra görüşəcəklər. Amma bizdən görüşmə zamanı yox. Birinci cisim nə qədər yol gedər deyir. Gedilən yol hərəkətin tənliyindən necə tapılır? V vurulsun T hissəsini çıxardırsınız. Olur sizin gedilən yolunuz. Deməli, birincinin getdiyi yol V1 vurulsun T-dir. V1. L1 bərabər V1 vur T. Birincinin sürəti 10. Zaman isə 40 tapdıq. Olacaq 400 metr yol gedib. 400 metr. Oldu C variantı. 5-də başlanğıc anda eyni nöqtədə olan 1 və 2 cisimlərinin sürət zaman qrafikləri verilmişdir. Birinci cisimin dayandığı anda cisimlər arasındakı məsafə tapılarkən də koordinatlar tapılıb çıxılmalıdır və burada başlanğıc koordinatları eyni verdiyinə görə məsələ daha da sadələşir. Deməli, əgər x01
x 0-2-yə bərabərdirsə, çıxılar ki, onsuz da bunlar 0-a bərabər olacaq. Ona görə x-ları nəzərə almıram. Digər halda bilmək lazımdır ki, x, yəni hərəkətin tənliyi x0 üstəgəlsin sx, yəni yer dəyişmədir. x0 nəzərə almadığımıza görə, deməli, x-lar taparkən yer dəyişmə tapmağımız kifayət edəcək. Birinci cismin, deməli, getdiyi yol tapılarkən uşaqlar, baxın, burada bu birinci cismin hərəkət trayektoriyasıdır. Və fikir versəz görəcəksiniz ki, burada nə əmələ gəlib? Bir dənə trapesiya var, baxın, trapesiya var. Bir dənə də düzbucaqlı üçbucaq var. Ayrı-ayrılıqda fiqurların sahələri tapıb cəmləyək. Aha, deməli, birinci trapesiyanın sahəsi kiçik oturacaq 10, böyük oturacaq 20. 10 üstə gəlinsin 20. Bölü 2 vurulsun h-dan. H nə qədərdir? H isə 5 metrdir. Bu burada h-dır. Vurulsun 5. 10 üstə gəlir 20, 30. 30 bölsə 2-yə. 15, 15-i də 5-ə vursaq 75 metr. Aha, bu birinci fiqurumuz. Bunun üzərinə düzbucaqlı üçbucağında sayısını gəlmək lazımdır. Düzbucaqlı üçbucağın sayısı nə idi? Katetlərin hasilinin yarısı. Bu katet 20-dir. Aşağıdakı katet isə 10-dur. Deməli, ikincisi olacaq 10 vurulsun 20 bölü 2. Yəni 100 metr. Deməli, birincinin yer dəyişməsi 75 üstə gəl 100-dən 175 metrə bərabərdir. İndi ikincinin yer dəyişməsini tapaq. İkinci bərabər sürətlə hərəkət edib, bunun yer dəyişməsini tapmaq daha asan olacaq. x2 də bərabərdir. x0 üstə gəlinsin sx2. Deməli, yenə x0 deyirəm, nəzərə almıram. Çünki sonda çıxacaq deyə o nəzərə alınmır. Onsuz da verməyibsə. Deməli, ikincinin isə yer dəyişməsi, baxın, bu düzbucaqlının sahəsidir 10 vur 15-dən və ya v vur t-dən 150 metr. İndi aralarındakı məsafə tapılarkən həmişə çıxılır. x1 çıxır x2, amma sadəcə modlu götürüləcək. 175 çıxılsın 150-dən qalacaq 25 metr. Əgər biri mənfi olsa, mənfi işarəsi mütləq nəzərə almalıydınız. Daha sonra uşaqlar 6 nömrəli tapşırıq. X oxu boyunca hərəkət edən cisimlər üçün Euler-Venn diaqramına uyğun bəndləri seçin. Bərabər sürətlər hərəkət edir. Əgər birinci tənliyimiz V vur T tənliyindən çıxıb, V vur T, digəri isə IT kvadrat bölü 2-dən çıxıb, yəni bu hissə bərabər sürətli, digər isə bərabər təcili hərəkətə uyğundur. Baxaq, bərabər sürətli hərəkət edir. Deməli, bu olacaq birincidə. Bərabər yenişin hərəkət edir ikincidə. Qrafik parabola yazsa daha yaxşı olardı. Koordinatı zamandan xətti asılıdır. Koordinat, yol və yer dəyişməyən qrafikləri zamandan eyni cür asılı olur. Ona görə xətti asılıdır. Gələcək bura. Sürəti zamandan xətti asılıdır. Sürətin zamandan xətti asılı olması üçün alacağımız törəmədə sürətin tənliyi AT olmalıdır və ya bilirik ki, sürət yer dəyişmənin zamana görə törəməsidir. Və xətti olması üçün biz V bərabər AT ifadəsini almalıyıq. Birinci tənlikdən deməli, V bərabər S bölü T-dir. Məsələn, VT qanunu dəyişir də, belə deyək, S bərabər VT qanunu dəyişir. Törəmə tapsaq, yalnız V alırıq. Yəni, zamandan asılı yoxdur. Amma ikinci tənlikdə isə tutaq ki, üst künətdən başlayıb AT kvadrat bölü 2-dir. Törəmə tapan kim bilirik də, yer dəyişmədən bir qat törəmə bizə verir sürəti. A vur T alırıq. Deməli, xətti olacaq 4-də. Onsuz da demişdik ki, ikinci bərabər sürətli, sürət dəyişmir, sabit olmalıdır. İkincidə də yeyinləşən hərəkətdir və biz də bilir ki, bərabər yeyinləşən hərəkətdə VT-dən xətti düz mütənsib asıdır. X oxunun əksi istiqamətində hər ikisi X oxunun əksinə hərəkət edir. Baxaq. X oxumuz yuxarı doğrudur, amma hərəkət trayektoriyalarımız isə aşağı doğru verildiyindən hər biri X oxunun əksinə hərəkət edir, 5 də gedəcək ortaya. Deməli, yazdıqlarımız sildik. 1 bura, 2 bura. Koordinatı zamandan xətti asılıdır. 3 bura. Sürəti zamandan xətti asılıdır. 4 bura. 5 də getdi ortaya. Deməli, cavabımız belə oldu. 2, 4, 1, 3, 5 Y variantı. Hansı ifadələr doğrudur? Verilmiş radiusu çevrə üzrə bərabər sürətli dövr edən maddi nöqtənin mərkəzi qaçma təcili. Aha. Verilmiş radiusa mərkəzi qaçma təcili V kvadrat bölünsün R-ə bərabərdir. Xətti sürəti ilə düz mütənasibdir, kvadratikdir. Dörtmə periodun kvadratı ilə, bəli, A bərabərdir 4 pi kvadrat R bölünsün T kvadrat. Periodun kvadratının tərs asıdır. Dörtmə tezin kvadrat ilə səhvdir. Əgər periodla tərs kvadratiksə, deməli tezliyi düz kvadratik asıdır. Bucaq sürətin kvadratı ilə A bərabər omega kvadrat vurulsun R-dən, bəli, düz asıdır, olacaq 4. 2 və 4 B variantı. 8-də çevri üzrə bərabər sürətlə hərəkət edən maddi nöqtə A nöqtəsindən B nöqtəsinə 0,5 saniyə çatır. Maddi nöqtənin bucaq sürətini. Bilirik ki, omega, yəni bucaq sürətini üstürür 2 pi bölü T-dir. Period isə A nöqtəsindən yenidən A nöqtəsinə gəldiyi zaman müddətidir. Yəni bir period 10 olur və o 360 dərəcə uyğundur. Sizə verdiyi 120 dərəcəni əgər 0,5 saniyə çatıbsa, 120-ni 0,5 saniyə çatıbsa, yazırsınız ki, 360-ı x saniyə çatıdır. Həmin o tapacağınız x isə periodu verəcək. Aha. Deməli, bunlar ixtisar getsə 3, x-də alarıq ki, 1,5 saniyə.
İndi yerinə qoyaq. Bərabərdir 2 vurulsun 3 bölünsün 1,5-ə. 3 ilə 1,5 gedir. 1 qaldı 0,5. 2-ni də 0,5-ə bölündə düşəcək 4 radian bölünsün saniyə Y variantı. 9. Eyni qüvvənin təsiri ilə düz xəttlə hərəkət edən Eyni qüvvənin təsiri ilə düz xəttlə hərəkət edən 1 və 2 cisimlərinin sürətinin proyeksiyasının zamanı asılı qrafikləri vermişdir. Cisimlərin kütlələrinin M1 bölü M2 nisbətini hesablayın. Aha. Eyni qüvvənin təsiri ilə yazıb. Deməli biz bilirik ki, təcridin düsturu A bərabərdir V çıx V0 bölünsün T'dir. A bərabər V çıxılsın V0 bölünsün T'yə bərabərdir. Gəlin birinci üçün bunu yazaq. V çıx V0. Deməli V 8-dir, V0 16-dır. 8 çıxılsın 16 bölünsün bu hansı zaman müddətinə başlayıb 4 saniyə. Deməli mənfi 8 bölünsün 4 olacaq. Mənfi 2 metr bölünsün saniyə kvadratı. Birincində, ikincində təcridini tapaq. A2 də bərabərdir. Yenə V çıxılsın V0 4 çıx 0 böl 4 olacaq 1 metr bölünsün saniyə kvadratı. Aha, bunu tapdıq. İndi bizdən deyir ki, eyni qüvvənin təsiri ilə. Deməli, F1 bərabər F2-dir. Eyni qüvvədir. Qüvvə bərabər idisə, kütlə ilə təcridlə baxsaq, M1A1 bərabərdir M2A2. Buradan alarıq ki, M1 bölünsün M2 bərabərdir modulda A2 bölünsün A1. Nəyə görə modulda? Çünki kütlə mənfi olmadığına görə təcridləri moduldan götürürük. A2 bölünsün A1 modulda. Bərabərdir A2-ni tapdıq 1, A1-i də tapdıq 2. Olacaq cavabınız 2-də 1 C variantı. Daha sonra 10 nömrəli tapşırıqda deməli sizə verib ki, üfüqi müstəvidə 40 kq kütlə cisim şəkildəki istiqamətdə 100 Newton qüvvənin təsiri hərəkət edir. Cisimə təsir edən reaksiya qüvvəsini hesablayın. Bu tip məsələlərdə F proyeksiyalarını mütləq ayırırsınız. Unutmayın. Bu bir Y oxu boyunca proyeksiyası, bu da X oxu boyunca proyeksiyası. Aha. Deməli, bu Y oxu boyunca proyeksiyasıdır və nəyə bərabərdir? Fy bərabərdir F vurulsun sinus alfaya. Nəyə görə sinus alfa? Çünki bucağın qarşısındakı katitin hipotenuza nisbəti isə sinus verir. Artıq bunları əzbər bilməlisiniz. Digər tərəfdən isə Fx bərabərdir F vurulsun kosinus alfaya. Bizdən reaksiya qüvvəsini istəyir. Ona görə də reaksiya qüvvəsini çəkər. Reaksiya qüvvəsi səthdən cismə doğru perpendikulyar yönəldi. Yəni dayaqdan cismə doğru perpendikulyar istiqamətdə yönəldi. Aha, bir də var bizim MJ-miz. MJ-ni də çəkək. Baxaq, görək reaksiya qüvvəsi nəyə bərabər olacaq? Deməli, buradan cisim üfüqi istiqamətdə hərəkət etdiyindən, görsünüz yazıb ki, cisim 100 Newton qüvvənin təsiri ilə hərəkət etdirilir. Cisim üfüqi istiqamətdə hərəkət etdiyinə görə üfüqi istiqamətdə bunun əvəzləyicisi qüvvəsi ola bilər. Amma şaquli istiqamətdə əvəzləyici qüvvə isə 0-a bərabərdir. Yəni bunun F əvəzləyicisinin Y oxu üzrə toplananı 0-a bərabərdir. 0-a bərabər olduğuna görə də bu qüvvələr bir-birlərini tarazlaşdırırlar. Onda nə yazmaq lazımdır? Gəlin baxaq. Deməli, F sinus alfa üstə gəlinsin N, çünki eyni istiqamətdədir, bərabərdir MJ-yə. Və ya bunların vektorial cəmi bərabərdir 0-da yaza bilərsiniz, fərq eləmir, belə də yaza bilərsiniz. F sinus alfa, yəni 100 vurulsun, sinus alfa 0,8 üstə gəl N bərabərdir MJ, yəni 400-ə. Deməli, 100-ü vursaq 0,8 elir 80, 400-dən də 80 çıxsaz, alarsınız ki, reaksiya qüvvəsi 320 Newtona bərabərdir. Bu belə. Şöyle ikincisi hardan bildik ki, bu yalnız üfüq istiqamətdə hərəkət edir? F qüvvəsinin Y toplanına baxsaq, görəcəksiniz ki, F qüvvəsinin Y toplanını oldu 80. Bunun MJ-si nə qədər idi? 400. Təbii ki, bu F qüvvəsinin Y toplanını MJ-yə üstün gələrək onu yuxarı doğru qaldıra bilmir. Ona görə də bu yalnız hərəkət edir üfüq istiqamətdə, şaquli toplanan isə əvəzləyici qüvvənin şaquli toplanı, yəni Y oxu boyunca yönəlmiş toplanı 0-a bərabər olduğundan qüvvələr bir-birini tarazlaşdırdı. Daha sonra 11-də üfüqi hamar səthdə, üfüqi hamar səth o demək ki, sürtünməni nəzərə alma. Yüklə birlikdə kütlələri M1 3 kq, M2 1 kq arabacıqlar sıxılmış və sapla bağlanmış yaya bərkit edilmişdir. Sapı kəsdikdə arabacıqlara təsir edən qüvvələr və aldıqları təsir arasında hansı münasibət doğrudur?
Deməli, təsir əks təsir olduqlarına görə uşaqlar, baxın bunlar hal-hazırda burada yay sıxılıb və bağlanıb. Deməli, burada qarşılıqlı təsir var və bu yayda yaranan elastiklik qüvvəsi istəyir ki, bunu itələsin. Ona görə uşaqlar mütləq ki, qüvvələr bir-birinə bərabər olacaq Newtonun 3-cü qanuna görə. F1, F2 modulca və ya qiymətcə bir-birinə bərabərdir, amma təcil isə kütlədən tərs mütənasib asılıdır. A1 böl A2 bərabərdir M2 bölünsün M1. M2 1 kiloqramdır, M1 isə 3 kiloqramdır. Çarpaz vursaq A1 böl A2 idi bu. Çarpaz vursaq alarıq ki, 3A1 bərabərdir A2-yə. 3A1 bərabər A2 harda var? Y-də var. Aha. 12. Üzgüçü çayın bir sahilinin K nöqtəsindən digər sahilin M nöqtəsinə 6 saniyə üzür. Çayın axın sürəti 2 metr böl saniyə, üzgüçünün suya nəzərən sürəti 5 metr böl saniyə, bu 5-dir. Çayın axın sürəti 2-dir. Elem məsafəsi 12 metr olarsa, bura 12 metr olarsa, çayın eni uşaqlar. Çayın eni bu hissədir. Çayın eni SY-dir. Bizdən SY-i tapmağımız istəyir. SY-in düsturu görək nə idi? SY-in düsturu VY vurulsun T idi. SX-in düsturu isə VX çıxılsın VC, çünki əks istiqam. Baxın, bunun VX toplanı buradır. VY toplansa buradır. SY-dəki bu hissədir. Aha, Vx çıxılsın VC vurulsun T və bu T'lər bir-birlərinə bərabərlər. Gəlin birincisi SY-imiz var bizim yalnız. Deməli, bizə SX verir, üzr sayın SX var. SX yazırıq. Deməli 12 bərabərdir. Vx-i bilmirik. Çıxılsın VC, yəni 2 vurulsun T'yə. T'ni verib 6 saniyə. Aha, T'ni də verib 6 saniyə. Baxaq, deməli 12-ni bölsək 6-ya burada qalacaq 2. Deməli Vx bərabər olacaq 4-ə. Əgər Vx 4-dürsə, 3, 4, 5 3 bucağından, Vy-də olacaq 3. İndi aparaq qoyaq SY-də yerinə. Deməli Vy-i tapdıq 3. 3 vurulsun 6 olacaq 18 metr çayın eni. A variantı. Daha sonra 13 nömrəli tapşırıq. Bir cismi 30 metr böl saniyə sürətlə hərəkət edərkən, iki cismi sükunət vəziyyətindən 10 metr saniyə kvadrat təcili hərəkətə başladı. 4 saniyə sonra, deməli birincisi sabit sürətdən 30-dan gedir. Bunun sürəti həmişə 30-dur. İkinci cisim isə sükunətdən 10 metr böl saniyə kvadrat təcili hərəkətə başladı. 4 saniyə sonra cismin, ikinci cismin, birinci cismə nəzərən sürətinin modulu. Aha, bu isə təcillə başlayıb və bunun sürəti 4 saniyədən sonra V bərabər V0 üstə gəl AT-dir. Sükunətdən başladığına görə bu hissə yoxdur. A vur T'dən 10 vurulsun 4 olacaq 40. Aha, və bu vektorlar arasındakı bucaq 90 dərəcə olduğundan Pifagordan tapırıq. Biri 40, biri də 30-dur. Təbii ki, bilirsiniz 3, 4, 5 3 bucağına görə yenə 50 metr bölünsün saniyə və ya Pifagorlayıb tapa bilərsiniz. 14 düz xəttdə hərəkət edən iki cismin sürətləri bu şəkildədir. Müşahidə anda neçə saniyə sonra cisimlərin yerdəşmələri bərabər olar. Aha. Yerdəşmələri bərabər olar deyirsə, deməli bunların yerdəşmələrini bərabərləşdirmək lazımdır. Gəlin birincisi yerdəşmənin tənliyin alaq. Bunu tapa bilərsiniz siz. Deməli necə? Sizə verib V0-ı. Deməli V0 1 8-dir. A isə -2-dir. Yerdəşmək üçün yazsaq bunu, birincisinin yerdəşməsi üçün olacaq belə deməli uşaqlar. V0T, yəni 8T, bilirsiniz tənliyiz V0T çıxılsın AT kvadrat bölü 2. 2 T kvadrat bölünsün 2. İkinci üçün də yazaq. V02 bərabərdir 2. A isə bərabərdir 4-ə. Aha, bunu da ikinci üçün yazaq. S2x bərabərdir V0T, yəni 2T. Üstə gəlinsin AT kvadrat bölü 2-dən 4T kvadrat bölü 2. İndi bunları bərabərləşdirək. Birinci ixtisarlarımızı aparaq. Burada qalacaq T kvadrat. Digərində isə qalacaq 2T kvadratı. Deməli yazırıq. 8T çıxılsın T kvadrat bərabərdir 2T. Üstə gəlinsin 2T kvadratı. 2T kvadratı. Hər tərəfi T'yə bölək. Hər tərəfi T'yə bölək. Hər tərəfi T'yə böldük, kifayət edir. 2-yə bölmək olmayacaq sonra. Sonra nə edirik? Deməli nə qaldı? 2-ni keçirdək bir tərəfə olacaq 8 çıxılsın 2. Bərabərdir. Burada 2T var idi. Üstə gəlinsin. Bu T'ni də atırıq o tərəfə. Üstə gəlinsin T. Deməli 8-dən 2 çıxsaz 6. 2T'nin üstünə T gəlsəz 3T. Buradan da alarsınız ki T bərabər 2 saniyə. Deməli 2 saniyə sonra bunların yer dəyişmələri bir-birinə bərabər olmuş olacaq. Burada bir dənə də sual var. Deməli, O nöqtəsi ətrafına fırladılan çubuğun üzərindəki A və B nöqtələri üçün hansı fiziki kəmiyyətlərin qiymətləri doğrudur? Aha, period, sürət, xətti sürət, mərkəzi qaçma təcili. Baxaq. Deməli, iç-içə çevrələrdə, konsentrik çevrələrdə omega, enlərin hər ikisi, period, fi sabitdir.
Digər kəmiyyətlərsə bunlar sabit olduğuna görə, məsələn, sizə yazıb period. Period eynidir. Biz yazıb qiymətləri bərabərdir. Period eynidir, biri götürdük. Bucaq sürətində eyni götürdük. Xətti sürətlə mərkəzi qaçma təzini tapandasa, omega sabit olduğuna görə omega tənliyin yazsaq, görək ki, v r-lə düz mütəsib asıdır. Həmçinin təcil üçündə omega kvadrat r, o da r-lə düz mütəsib asıdır. Amma digərləri isə yazdıqlarımsa sabitdir. 1 və 2. A variantı. Daha sonra 16. Cisim düz xətt üzrə bərabər sürətlə hərəkət edərək 5 saniyə ərzində koordinatı bu olan nöqtədən bu olan nöqtəyə gəl, onun sürətinin modulunu hesablayın. 2 nöqtə arasındakı məsafə üstündən istifadə edib zamana bölsək tapa bilərik ki, koordinatı nəyə bərabərdir? 2 nöqtə arasındakı məsafə üstürü, məsələn, m-in yazaq, s-in bərabərdir. Deməli, bu x1, y1, x2, y2. Nə idi 2 nöqtə arasındakı məsafə üstürü? x2 çıx x1, yəni 20 çıxılsın 60-ın kvadratı. Üstə gəlinsin, y2 çıxılsın y1. y2, yəni 60 çıxılsın 30-un mötərizə kvadratı. 20-dən 60 çıxsaq qalar mənfi 40. Mənfi 40-ın kvadratı olacaq 1600. Üstə gəlinsin, 60-dan çıxsaq 30, 30-un kvadratı 900. Bu olur 2500. 2500-dən çıxır 50. Deməli, məsafə oldu 50. Sürətini də tapsaq, v bərabərdir. S bölünsün T'dən, 50 bölünsün 5 bərabər sürətlər getdi deyə belə də yazdıq. S böl T olacaq 10 metr bölünsün saniyə D variantı. Daha sonra uşaqlar, gəlir 17 nömrəli tapşırıq. Kütləsi 40 kq olan cismə təsir edən qüvvənin əvəz etsin proyeksiyasının zamandan asılı qrafiki verilmişdir. 5 saniyə ilə 15 saniyə arasında keçən müddət cismin sürət dəyişməsinin modulunu hesablayın. 5-dən 15. Deməli, sürət dəyişməsinin modulunu delta V bərabərdir. A vurulsun delta T'yə. A-nı tapsaq, A bərabərdir F bölünsün M-dən 200 bölünsün 40. 200 bölünsün 40-dan bu olacaq 5. 5 metr böl saniyə kvadratı. Delta T'miz isə uşaqlar 15 çıx 5-dir də. Delta T də bərabərdir 15 çıxılsın 5-dən 10. İndi qoyaq yerinə, A-nın yerinə 5, delta T'nin də yerinə 10 qoysaz olacaq 50 metr bölünsün saniyə. Y variantı. 18. Newton vur saniyə bölünsün kiloqram vur metr. Açaq bunu. Newtonun yerinə yazaq kiloqram vur metr böl saniyə kvadratı. Bunu yazdım Newtonun yerinə. Başqa nə var? Aşağıda kiloqram vur metr var. Yuxarıdasa saniyə var. Yazdım yerlərinə. Kiloqram metrlər saniyələr getdi. Aldıq. Yuxarıda 1 qaldı. 1 bölünsün saniyə. Yəni tezliyin vahidinə uyğundur. 19. Çeviri üzrə bərabər sürətlə dövr edən cismin periodu 8 saniyədir. Ay nöqtəsini keçdikdən 12 saniyə sonra cismin sürətinin və təcilin istiqamətini müəyyən edin. 12 saniyə sonra. Deməli, baxaq uşaqlar. Period 8 saniyədirsə, gəlin çevirəni 4 yerə bölək. 4 yerə böldük. Deməli, bu A-dan B-yə, C-yə, D-yə, yenidən A-ya 4 saniyəyə gəlir. 8 saniyəyə gəlir. Və bunu 4 yerə böldük. Deməli, bunun hər gəlməyi 1-2 saniyəyə bərabərdir. A-dan A-ya gəldi, 8 saniyə tamamlandı. 12 saniyə olması üçün 1-4 saniyədə tamamlanmalıdır. Üstünə 4 də gəlməli. Yəni, 4 olması üçün yarım dövr. Çünki 2 oldu 4. Gəlib bu nöqtəyə düşəcək. Baxın, gəldi düşdü buradakı nöqtəyə. Təcilin istiqaməti mərkəzə, bu istiqaməti falan. Sürətində istiqamət toxunan boyunca aşağıya doğru yönəlir. Sürət aşağı, təcil isə mərkəzə doğru B variantı. Daha sonra uşaqlar 20. Sürtünməsi nəzərə alınmayan sistemdəki yüklər F bərabər 30 Newton qüvvənin təsiri tarazlıqdadır. F qüvvəsi təsir etməzsə, yüklərin aldıqları təcili hesablayın. Tarazlıqdadırsa, deməli, birsiz tərpənməz blokdur və tərpənməz blokda tarazlıqda qalması üçün qüvvələr tarazlaşmalıdır. Deməli, burada MJ-miz 40 Newtondur. Digər tərəfdə də F 40 Newton olmalıdır ki, bu tarazlıq qorunsun. Bizə başqa nəsə verməyib ki, yox. F-in də 40 Newton olması üçün uşaqlar nəyə fikir verməli? F 30 Newtondur, üzr istəyirəm. F 30 Newtondur. F 30 Newtonsa, buranın ümumi 40 Newton, yəni M1J ilə F-in də cəminin 40 Newton olması üçün bu 30-dur. M1J-də qalır 10 Newton. M1J bərabər 10 Newtondur. M1 də bərabər olacaq 1 kiloqramı deyir. Əgər F olmazsa təcili hesabla. F olmazsa sərbəst düşmə baş verəcək. Yəni sərbəst buraxılmış sayılacaqlar və təcil olacaq M1 çıx M2 bölünsün bunların cəmi vurulsun J-yə. İndi yəni hesablayaq. M1 çıx M2, yəni 4 çıxılsın 1, bölünsün 4 üstə gəl 1, vurulsun ona. 4-ün üstünə 1 gəlsəz 5, 5-dən də 10 aparsız, burada qaldı 2, 4-dən 3 çıxırsınız 1, 1-i də 2-yə vursaz, alacaqsınız ki,
2 metr böl saniyə kvadrat. Aha, bura 1 idi uşaqlar, üzr istəyirəm, 1 idi. 4-dən 1 çıxdınız, qaldı 3. 3-ü də 2-yə vursaz 6 metr bölünsün saniyə kvadratı. 21. Aha. Çeviri üzrə bərabər sürətlə dövr edən maddi nöqtə üçün hansı fiziki kəmiyyətlər zamandan asılıdır? Omega, n, üzr istəyirəm, n yox. Tezlik, period, xətti sürətin modulu, təcilin modulu, qüvvənin modulu, impulsun modulu, kinetik enerjinin özü bunlar zamandan asılı deyil. Aha, tezliyi sildim, bucaq sürətini sildim, qaldı dönmə bucağı ilə gedən yol. Fi bərabər omega t-dir, L isə bərabər V vurulsun t-dir. Bəli, ikisi də zamandan asılı və özünüz də fikirləşməlisiniz ki, zaman keçdikcə, əgər hərəkət edirəmsə, getdiyim yol artar. Cızdığım, deməli, bucaq da artacaq. Deməli, oldu 2 və 3. Çeviri üzrə bərabər sürətli hərəkətdə çevrənin radiusu və xətti sürəti 2 dəfə artırılarsa, bucaq sürəti. Bucaq sürəti omega bərabərdir, V bölünsün R-dir. Hər bir 2 dəfə artırılarsa, bəli, bu dəyişməz. Bu düzdür, biri götürdük. Mərkəzi qaçma təcili 2 dəfə azalar. Aha, mərkəzi qaçma təcilinin üstürü isə V kvadrat bölünsün R-dir. Hər bir 2 dəfə artanda yuxarı olacaq 4V kvadrat, aşağı olacaq 2R. İxtisar geçsə alarıq ki, 2 dəfə artar, bu səhvdir. 2 səhvdir. 3-ə baxaq. Dövürtmə tezliyi 2 dəfə artar. Gəlin baxaq. Əgər omega dəyişməsə, dövürtmə tezliyi də dəyişməyəcək. Çünki omeganın düsturu nədir? 2πn-dir və omega dəyişmədi deyə bu da dəyişməz. Və ya düsturunuz V bərabər 2πn-dən, deməli, V bərabər 2πn-ə əsasən, R-lə V düz asılıdır. Bunlar ikisi dəyişibsə, tezliyə bir şey qalmır, dəyişməz. Ona görə olacaq yalnız 1 B variantı. 23. Üfüqi hamar müstəvi hamar səthi üzərindəki kütləsi M1 10, F1 20, kütləsi 15, qüvvəsi 95 Newton olan qüvvələr təsir edir. Cisimlərin bağlandığı ipdə yaranan gərilmə qüvvəsini hesablayın. Aha. Gəlin baxaq uşaqlar. Deməli, bizdən istəyir gərilmə qüvvəsini. Gəlin tənliyi yazaq. Məsələn, buradan uşaqlar, ümumiyyətlə sistemə təsir edən qüvvələri yazsaq, burada ipin gəlməsi həm bu istiqamətdə, həm bu istiqamətdə, onlar bir-birinə apardığından bu nəzərə alınmır. Sistemin kütlələri vurulsun A bərabərdir ona təsir edən qüvvələr. Yəni F2 çıxılsın, F1. Deməli, M1 üstəgəl M2. Bunu tənasüblə yaza bilərsiniz, fərq edəmir. Sən necə rahat elde hesablayırsınız. M1 üstəgəl M2 25 vurulsun A bərabərdir F2 çıxılsın F1-dən 95 çıx 20 75 Newton. A da bərabər olacaq 3 metr böl saniyə kvadratı. İndi uşaqlar gəlin baxaq birinci cisimə təsir edən qüvvələrə. Birinci cisimə ip tərəfindən sağa qüvvə ipin gəlməsi təsir edir. Bir də F1 qüvvəsi sola təsir edir. Nə yazırıq? F1 ümumilikdə cisim sağa doğru, yəni F2 qüvvəmiz böyük olduğuna görə sağ istiqamətdə getdiyinə görə deməli ipin gəlməsi daha böyükdür. İp onu sağa doğru apara bilir. T çıxılsın F1 bərabərdir M1 A'ya. A-nın M1-in yerinə 10, A-nın yerinə 3 qoyaq. T-ni bilmirik. T bərabərdir 30 üstə gəlinsin F1. F1 də vermişdi 20. Olacaq 50 Newton. Daha sonra 50 Newton, açıq sual idi. Oldu cavabınız 50. Maddi nöqtə radiusu 40 cm olan çeviri üzrə bərabər sürətlə dövr edir. Bucaq sürəti bu qədər olarsa, yer dəyişməsi. Aha, yer dəyişmə uşaqlar tapanda nə etmək lazımdır? Baxmaq lazımdır ki, cisim çevrədə nə qədər dövr edib? Yəni çevrənin iç hissəsini dövr edib. Baxaq, bunu da tapmaq üçün omega bərabər, deməli 2πn bölünsün T-dən istifadə edib sayı tapa bilər. Yəni neçə dövr edib? N buradan bərabərdir omega T bölünsün 2π'yə. İndi gəlin hesablayaq. Bunu silək buradan. Bərabərdir omega T. Omega T deməli omega 0.5 idi. T 6'dır. Bölünsün 2π'yə, yəni 6'ya. 6'lar getdi, aldıq ki 0.5, yəni yarım dövr edib. Yarım dövrdə də yer dəyişmə nəyə bərabər idi? 2-yə. Çünki çevrənin əgər yarısını gedibsə, A-dan B-yə gəlibsə, yer dəyişməmişsə A ilə B-ni birləşdirən düz xəttdə, yəni diametri 2-yə bərabərdir. R də sizə verib 40 cm. Metrin hissədinə görə 40 yox, 0,4 yazırsınız, olur 0,8 metr yer dəyişmə icra etmişdi. Daha sonra 25. X oxu boyunca hərəkət edən cismin yer dəyişməsinin proyeksiyasının zamandan asılı qrafik verilmişdir. Hansı mülahizələr doğrudur? Baxaq. Deməli, 0T0 aralığında təcil istiqaməti X oxu istiqamətindədir. 0T0 aralığında bəli, hərəkət X oxu istiqamətində yeyinləşəndə sürət müsbət olduğuna görə təcil də müsbətdir. Bu doğrudur.
T2 T0 aralığında yeniləşən hərəkət etmişdir. T0 2 T0 aralığında. Aha. Burada isə hərəkət bildiyimiz kimi yavaşlayandı. Çünki qolları aşağı olan parabola verilib bizə və təpə nöqtəsi yuxarıdadır. Ondan da əlavə hərəkət x oxu istiqamətində olmağına baxmayaraq qrafikin üzü hara doğru gedəcək? Aşağıya doğru gedir. Hərəkət yavaşlayandı. Bu səhvdir. T0 anda hərəkət istiqamətini dəyişmişdi. Xeyr, hərəkət istiqamətini dəyişməyib. Ümumilikdə baxın, fikir verin. Sıfırdan başlayaraq cisim hara doğru gedib? X oxu istiqamətində yuxarıya doğru gedib. Dəyişmir. 2T0 anda sürət 0 olur. Bəli, yavaşlayan təpə nöqtəsində sürət 0 olacaq. 4 düzdür. 2T0 3T0 aralığında yavaşlayan hərəkət etmişdir. Xeyr. 2T0 3T0 müddətində sükunət vəziyyətindən hərəkətdir və hərəkət olacaq yeyinləşən. Bu da səhvdir. Cavabımız olacaq 1 4. 26. Radiusları R1, R3, R. Aha. R1 ilə R3 bir-birinə bərabərdir. R-dir. R2 2 R-dir. Şəkildə kimi əlaqələndirirlər? Hərəkət etdirilir. Disklərin kənar nöqtələrinin periodları. İç çevrələrdə periodlar bir-birinə bərabərdir. T1 bərabər T2. Qarşıda ötürmədə isə period radiusdan düz mütənasib asılı idi. Çünki sürət sabit idi. Və sürətin düsturuna baxsaz 2 pi r bölünsün T-dən. T-ni əgər bu tərəfə keçsə, görək ki, periodla radius düz asılıdır. Deməli, T1 bərabər T2. Aha, bizdən T1 bölü T3 istəyir, nisbət müqayisəni istəmir. T1 bölü T3. Gəlin belə deyək. Bura R idi. Aha, T1, R1 ilə R2-nin periodları bir-birinə bərabər. Yəni T1 bərabər T2, buna da bir T deyək. İndi bizdən istəyir T1 ilə T3-ün nisbətini, T1 ilə T3-ün nisbətini bərabərdir. T1-ə bir T dedik, görək T3 necə olacaq. T3 uşaqlar dediyimiz kimi radiusdan düz mütənasib asdı. İkincinin radiusu, yəni R3-ün radiusu R2-dən 2 dəfə az olduğuna görə period da 2 dəfə az olacaq. Ona görə T3-ün periodu olacaq T bölünsün 2. T'lər gedir, nisbətiniz qalacaq. 2 də qalxır yuxarı 2. 27. X oxu boyunca hərəkət edən, cismə təsir edən qüvvənin əvəzləyicisi. Aha, hərəkət yeyinləşəndirsə sürət istiqamətindədir. Birə A-nı yazdıq. Sıfıra bərabərdir. Bərabər sürətli hərəkətdə B-ni götürdük. Bərabər sürətli hərəkət D var burada. D-ni götürdük. BD. Daha sonra Y yenə yeyinləşəndə A kimi yazdıq bura. Əks istiqamətindədir. Deməli Y. Sürət istiqamətindədir. A ilə Y-ni yazdıq. Sürətin əks istiqamətindədir. Yavaşlayanda C-ni yazdıq. Sıfıra bərabərdir. B-də və D-də. Daha sonra 28. Cisim sükunət halından sabit qüvvənin təsirli hərəkətə başlayır. Yəni bərabər yeyinləşən hərəkətə başlayır. Cisim hər saniyədə getdiyi olan nisbəti nə üçün tək ədədlərin nisbət şəklində olur. Baxın, düsturunuz budur. N saniyədə gedilən yol sürür. 2n-1 bölünsün 2. İndi bir dəfə n-in yerinə 1 qoyaq. N-in yerinə 1 qoysaq, alarıq ki, deməli, 2 vurulsun. Gəlin sadəlik üçün A-ya da 2 deyək. Sadəlik üçün A-ya da 2 desək, buradan A ilə 2 ixtisar gedər. Deməsəz də olar, desəz də olar, fərqi yoxdur. N-ə də 1 qoyaq, olacaq 2 vurulsun 1 çıx 1, 1. İndi N-ə 2 deyək. A yenə də tutaq ki 2-dir, çünki eyni qüvvənin təsirinə hərəkət edir. 2 vur 2 oldu, 4, 4-dən 1 çıxdınız 3. 3 qoysaz, 2 vur 3 6, 6-dan 1 çıxdınız qaldı 5. Gördüyümüz kimi, indi burada A-nın qiymətini asılı olaraq buraların nisbəti K qoymaq lazım. Çünki A-ya biz sadə üçün 2 dedik. A 4 olarsa alacaq, bundan K-ların nisbəti dəfə, K-ları da yerinə qoymaq lazım. Yəni 1K, 3K, 5K nisbətində belə də davam edəcək. Yəni buradan çıxan bir nəticədir. Eyni sayda gedilən yoldan çıxan bir nəticədir. Düz xətli hərəkət edən cismin koordinatının zamanda asılı qrafiki verilmişdir. Qrafikin hissələrinə uyğun hərəkətin xarakterini yazın və əvəzləyici qüvvənin proyeksiyasının zamanında asılı qrafikini çəkin. Aha. 0T1 hissəsində hərəkət x oxu istiqamətində bərabər yeyinləşəndir. Bərabər yeyinləşən. X oxu istiqamətdən bərabər yeyinləşəndə və qrafikin üzü yuxarı olduğuna görə qüvvə müsbətdir. 0T1-də. Yazdıq. Daha sonra T1, T2 müddətində hərəkət x oxu istiqamətində yenə bərabər sürətlidir. Çünki xəttdə asılıdır. Bərabər sürətli hərəkətdə artıq əvəzləyici qüvvə 0-a bərabərdir. T2, T3 müddətində isə uşaqlar T2-dən T3-ə hərəkət bərabər yavaşlandı, amma hərəkət x oxu istiqamətdən bərabər yavaşlandı. Yəni sürət müsbətdə, amma təcil mənfi olduğuna görə əvəzləyici qüvvə də mənfi olmalıdır. Qrafiki uzadırsınız. T2, T3-də mənfi olacaq. X oxunu istiqamətində bərabər yavaşın. Hər biri x oxu istiqamətində oldu. Aha. Saatın saniyə və dəqiqə əqrəbinin təcizlər nisbətləri bu cürdür. Saniyə əqrəbinin uzunluğu, əqrəblərin uzunluğu R-dən işarə olunur. 15 cm olarsa, dəqiqə əqrəbinin uzunluğu R dəqiqəni hesablayın. Aha. Gəlin baxaq. A saniyə bölünsün, A dəqiqəni sizə verib 4500. Birincisi yazmaq lazımdır A-nın periodu olan istiyorum. Çünki sizə saniyə əqrəbinin, dəqiqə əqrəbinin adı çəkilibsə, onların periodu yazılmalıdır. T saniyə 1 dəqiqədir.
T dəqiqə isə 60 dəqiqəyə bərabərdir. Mütləq eyni vahidlə yazırsınız. A bərabərdir 4 pi kvadrat r bölünsün t kvadratına. Yəni təcil radiusla düz, periodun kvadratdan tərs asıdır. Biz də yazmalıyıq. A saniyə bölünsün A dəqiqə bərabərdir R saniyə böl R dəqiqə vurulsun periodla T dəqiqənin kvadratı bölünsün T saniyənin kvadratına. İndi qiymətləri yerinə qoyaq. Deməli, A saniyə böl A dəqiqəni 4500 verib yazdıq. Deməli, R saniyəni bizə vermişdi 15 sm. R dəqiqəni bilmirik və T saniyənin kvadratı 1. Aşağıdasa T dəqiqənin kvadratı, yəni 3600. 3600 yazırıq bura. İndi R dəqiqəni tapanda 4500-ü ataq aşağı. Deməli, R dəqiqə bərabərdir. Görək, nədəsiz yanlışlıq eləmədik. A saniyə böl A dəqiqə. Periodu, burada dəqiqə idi uşaqlar. Dəqiqə idi 3600 yuxarıda olacaq, aşağıda 1 olacaq. Burada 1, burada 3600. İndi R dəqiqəni tapanda 4500 atırıq aşağı. Yuxarıda nə qaldı? 15 vurulsun. 3600 bölünsün 4500-ə. 15 vurulsun. Sıfırlarımız getdi. 15-dən 45 gedir, qaldı 3. 36-dan 3 də gedir, qaldı 12. Deməli, dəqiqə əqrəbinin uzunluğu 12 santimetrə bərabərdir.